Mən onun bir qəzəlini istəyirəm oxuyum. Saçın ki hər xəmi 100 piçü tabilən doludur. Saçlarımın ki hər dügünü 100, hər əyrisi 100 düyünlə doludur. Saçın ki hər xəmi 100 piçü tabilən doludur. Nə tab, min dili pür istirab ilə doludur. Hər düyün bir istirablı dildir, hələ bir ürəkdir bağlanır ora. Hər qıvrım. Bəli. Qəmində bu dili pürxün o şişəyə bənzər ki, bəzmi eyşi tərəbdə şərab ilə doludur. Yəni bu qəzəldə, yəni bütün indi beytlərə diqqət etsəz görərsiniz ki, elə bir bunu Füzuli deyib. Yəni o qədər gözəl bənzətmələrlə, o qədər gözəl, yəni istər bəhri, istər qafiyəsi, istər və mənaları bir-birinə mənaları elə uyğunlaşdırıb. Misralar biri-birini elə tamamlayır ki, ikinci misra birincinin sübutudur, dəlilidir, oxşarlığıdır, yəni təşbihidir. Poetik məntiqdir. Çəməndə söhbət-i zülfi rüxün açıb bülbül, məşamımız yenə müşki gülab ilə doludur. Şəbi fərağıda şövqi rüxünlə bu dilizar, xəyal edir ki, cahan afitab ilə doludur. Fikir verirsiniz. Şəbi ayrılıq gecəsində üzvün həvəsi ilə bu yazıq ürəyim elə bilir ki, dünya elə günəşlə doludur, afaq günəşlə doludur. Yəni, onun üçün qaranlıq yoxdur. Gələk sanan məni bazar-ı eşqidə əli boş, İki gözüm sədəfi dürr-i nab ilə doludur. Xəyal-ı zülfi həmişə gözümdədir azər. Olur o şişədə sümbül ki, ab ilə doludur.